Salam, əziz və dəyərli Uğur Mozaikası kanalının izləyiciləri. Bugün biz sizinlə 9-cu sinif sınaqlar toplusundan, yəni Elton Hacıyevin, Fərid Hüseynovun olduğu, müəllifi olduğu kitabdan 11-ci testin suallarına baxacaq. Test 11, kvadrat köklər, həqiqi üslü qüvvət. Birinci sualla başlayırıq. Kök altda 119 hansı iki tam ədədin arasındadır? Yəni, bunlar hansı iki tam kvadratın arasındadır? Təbii ki, baxan kimi 100 və 121 olduğunu görürük. Buradan 10, buradan 11 çıxır. Deməli, 10 ilə 11 arasında olacaqdır. Birinci sualda düzgün cavab B variantı olacaqdır. İkinci sualla davam edirik. Ən rahat yolumuz 0-1 arasında istənilən bir ədədi götürməkdir. Məsələn, x-i götürürəm 2-də 1. A variantı. Üzərində 2-də 1 kök 6 deməkdir. Kök altında 2-də 1. B variantı. X-imiz olacaq 2-də 1. C variantı. 2-də 1-in kvadratı 4-də 1. D variantı. 2-də 1-in kubu 8-də 1 və Y variantı 2-də 1-in üstündə 4, 16-da 1. Bizdən bu ədədlərdən hansı ən böyükdür götürülür? Bu 1 bölünsün kök altda 2 deməkdir da. Kök altda 1 bölü kök altda 2. Və təbii ki, surətlər eynidirsə, məxrəci kiçik olan ən böyük olacaqdır. Yəni, düzgün cavab A variantı edəcəkdir. Keçirik. Mənfi ədədi göstərin. Üçüncü sual. Əziz dəyərli şagirdlər, 9-cu siniflər, baxın, kök altda 3 çıx 1-in mənfi müsbət olması üçün həmin rasional ədədin üzərindən kök altı versiyasını yazın. Yəni, 1-in kvadratı 1 edir. Kök altda 3, kök altda 1-dən böyük olduğuna görə, böyükdən kiçiyi çıxanda müsbət edir. Biz dəqiq ədədi tapa bilmərik. Kök altda 3 çıx 1-in cavabı konkret olaraq nədir biz bilmirik. Amma işarəsini bu şəkildə tapa bilərik. 2,5-in üzərində kökün altında onun kvadratını yazırıq. 6,25. 7 6,25-dən böyük olduğuna görə böyükdən kiçiyi çıxanda mənfi etməkdir, müsbət etməkdir. Kök altda 5 çıxılsın 2,2. Təbii ki, bunun kvadratı 4,84-dür. Böyükdən kiçiyi çıxdığımız üçün yenə müsbət. Kök altda 6 çıx 1. 1 ilə kök altda 1 deməkdir də. Böyükdən kiçiyi çıxdığımız üçün müsbət. Amma kök altda 5 çıx 3-də, 3 kök altda 9 deməkdir, bu 2 tam nə qədərdir? Yəni, biz kiçikdən böyüyü çıxırıq. Təbii ki, kiçikdən böyüyü çıxdığım üçün cavab mənfi alınacaqdır. Dördüncü sual. Hansı ifadənin mənası yoxdur? Əziz dəyərli şagirdlər, baxın, kökün hamısının dərəcəsi fikir verirsinizsə ikinci dərəcədir və kökün altı müsbət ola bilər, minimum 0 ola bilər. Bu hallarda mənası var. Amma kökün altında mənfi ifadə görsün, mənası yoxdur. Tək dərəcə olsaydı fərq eləməyəcəkdi, amma cüt dərəcə, yəni burada yazılmayıbsa 2 deməkdir. Cüt dərəcədən kökdə kökün altı mənfi ola bilməz. Burada kökün altı müsbətdir, mənası var. Mənfini mənfiyə vuranda müsbətdir, mənası var. Kök altda 17 müsbətdir, mənası var. Mənfinin kvadratı müsbətdir, mənası var. Amma bu mənfi kvadrat yalnız 8-ə aiddir. Ona görə mənfi 64 edir və bu halda kökün mənası olmur kök altı ifadənin. 5-ci suala baxırıq. Məsələn, A-nın tərsi 1 bölü A-dır. Yəni, biz kök altda 3 üstə gəl 2-nin tərsini tapırıqsa, 1 bölünsün kök altda 3 böl, kök altda 2-dir. İndi bu variantlarda yoxdur. Neyini bilər? Qoşmasına vurublar. Axı, burada məxrəc irrasionallıqdan azad olunmalıdır. Ona görə kök altda 3 çıx kök altda 2-yə vurublar. Kök altda 3 çıx kök altda 2-yə surətdə vurulur. Kəsin surət və məxrəci. Yuxarıda kök altda 3 çıx kök altda 2 qalır. Aşağıda A üstə gəl B, A çıx B-yə görə birincinin kvadratı çıxılsın, ikincinin kvadratı aparır. Kvadrat kökü aparır. Modulu çıxır. 3-ün modulu 3-dür. Kvadrat kök aparır. Modul 2 modulu. Məxrəc 1, yəni mənası yoxdur. 1-ə bölüşdü, öz alınır. Ona görə düzgün cavab A variantı. Və yaxud da baxa bilərsiniz. Bunu
İkinci üsulda belə yazırlar. Bu da əslində eyni şeyə gəlir. Nəyə vurduqda 1 alınır? Çünki tərs ədədlərin, qarşılıqlı tərs ədədlərin hasılı 1 olmalıdır. Burada da x-i tapanda təzədən qayıdırsınız 1 bölünsün kök altı 3 bölü 2-yə və irrasionallıqdan azad olunur. Daha sonra 6-cı suala baxırıq. 6-cı sualda bayaq bir şey işlətdik cümlə. Dedi ki, kök altda 3-ün kvadratında kvadrat kökü aparır, modulu çıxır. 3-ün modulu 3-dür. Bu nə deməkdir? Bu bizim qaydamızdır ki, tək dərəcədən kökü aparanda, məsələn, bura 3, bura 3 olsa, olduğu kimi çıxacaq. Amma cüt dərəcədən aparanda modulu çıxır həmişə. Modulu çıxır. Və modulları açan zaman içərinin işarəsinə fikir vermək önəmlidir. Bu kök altda 16 demək olduğuna görə kiçikdən böyüyü çıxanda mənfi eləyir. Modul mənfidirsə, həmin ifadənin qarşısına mənfi atıb çıxardırıq. Bunu belə başa düşün. Modulun içində mənfi 5 var. Sən həmin mənfi 5-in qabağına mənfi atırsan ki, bu müsbət 5-ə çevrilsin. Mənfini vurub açanda mənfini mənfiyə müsbət 4, çıx kök altda 15. Ona görə düzgün cavabımız olacaqdır B variantı. 7-ci sualla davam edirik. Əziz şagirdlər, 7-ci sual. Fikir verirsinizsə, 3 üstü A-nı 4 verir, 27 üstü A-nı soruşur. 27 dərhal diqqətimi çəkir ki, 3-ün kubudur. Dərhal buradakı A ilə 3-ün yeri dəyişə bilər. Bizim belə bir xassəmiz var vurmaya görə. 3 vur A, A vur 3, yerə 3 A eləyəcək. O zaman 3A-nı da 4 verdiyinə görə 4-ün kubunu hesablayacağım. Deyəm ki, cavab 64-dür. Düzgün cavab D variantı. 8-ci sualdan davam edirik əziz şagirdlər. Baxın, x bərabərdir 0-dan dövrdə 3. Bu saf dövr onluq kəsirdir. Vergüldən sonra birbaşa ədəd gəldiyinə görə məxrəcdəki qədər 9 və surətin özünü yazırıq. 3-ə ixtisar gedəndə 3-də 1 oldu mu? Deməli, mən harada x görsəm, yerinə 3-də 1 yaza bilərəm. O zaman 2 vurulsun, 3-də 2 üstə gəl 3-də 1 olacaq. Burada x-in yerinə 3-də 1 yazacaq. 2 vurulsun, bu 3-də 3 eləyəcək, yəni 1 çıxacaq. Bu da eləyəcək 2. Deməli, 8-də düzgün cavab B variantı olacaqdır. 9-cu sualla davam edirik. Mənfi kök altda 18 ədədinin tam hissəsini tapın. Baxın, mənfi kök altda 18. Mənfiyə fikir vermədən kök altda 18, kök altda 16 və kök altda 25 arasındadır. Düzdürmü? O zaman mənfi olduğu kimi qalır 4, buradan da 5 çıxır. Yəni, mənfi 5, mənfi 4 arasındadır, ədəd oxumalar. Təbii ki, mənfi 5, mənfi 4 arasındadır. Tam hissə olanda kiçiyi götürürlər həmişə, mənfi 5-i. Mənfi ədədlərdə, yəni bu mənfi 4 tam nə qədərdir? Bu kök altda 18, mənfi 4 tam nə qədərdir? Və mənfi 5-i götürəcək bu şəkildə. 10-cu sualla davam edirik. Baxın. 6 bölünsün 3-cü dərəcədən 24-dür, səhv etmirəmsə. Biz bunu düzgün başa düşməliyik. Məxrəcin irrasionallıqdan azad olunması kvadratlarla işləyəndə, toplama çıxma ilə işləyəndə çox rahatdır. Məntiq nədən ibarətdir? Yəni, mən bunu elə bir şeyə vurmalıyam ki, məxrəcdə kökaltı ifadə olmamalıdır. Mən bunu nəyə vuracağımı daha dəqiq tapmaq üçün biraz xırdalamaq istəyirəm. Bu 8 vur 3-dür. Yəni, əziz şagirdlər, buradan 8 nəyin kubudur? 2-nin 2 çıxır. 3-cü dərəcədən 3 qalır. Məsələ budur irrasionalı korlayan. Ona görə mən bunu 3-cü dərəcədən 9-a vururam ki, 3-cü dərəcədən 9-a vururam ki, 6 vur 3-cü dərəcədən 9. Bax. Burada 3-cü dərəcədən 3 9-a vurulub 27 alınsın və buradan 3 çıxsın. 2 vur 3 olsun. Yəni məxrəc irrasionaldan azad olunsun. 3-cü dərəcədən 9. 2 vur 3 6-nı aparsın və 3-cü dərəcədən 9 Y variantı bizim düzgün cavabımız olsun. Bura qədər problem, qaranlıq yoxdur. 11-ci sual. 11-ci suala diqqətlə baxırıq. Bayaq dediyimiz məsələdən. X kiçikdir 0 şərtimizdir. Baxın, 6 6-nı aparır, cüt olduğuna görə modulu çıxır. 8 8-i aparır, cüt olduğuna görə modul x çıxır.
4 4'ü aparır, cüt olduğuna görə modulu çıxır. Yəni həmin mənfi x-in modulu çıxır. Amma tək-tək apardığı üçün heç bir problem yoxdur. X-li x çıxır, mənfi x-li mənfi x çıxır. Nədirsə özü çıxır. X mənfidir, deməli bu modulun içində mənfidir. Mənfini mənfiyə vuranda bu modulun içi müsbətdir. Mənfidirsə mənfiyə vurub çıxardırdıq, mənfidirsə mənfiyə vurub çıxardırdıq, müsbətdirsə özü çıxır. Yəni bu da çıx x şəklində olur. Üstə gəl x da bu, minus plus gedir, burada qalır mənfi 2x. Deməli bizim düzgün cavabımız mənfi 2x-dir. 12-ci sualla, əziz şagirdlər, icazənizlə davam edirəm. 12-ci sual. Bir rahat olduğuna görə kökdən çıxardıram. Kök olaraq 1 çıxır, 12. Kök altda 13 böl, kök altda 12 yazıram. Bunu da 1 bölünsün, kök altda 2 yazıram. Surət məxrəcinin köklərini ayırdım. Surətdə bunların hamısı olur 13. Kök altda 12-ni kök altda 12-yə vuranda 12 çıxır. Yəni kök altda 144 eləyir. Bu da 12-dir. Kök altda 2 isə olduğu kimi qalır. Burada belə bir cavab olmadığına görə surət və məxrəcini kök altda 2-yə vurublar, irrasionallıqdan azad ediblər. Kök altda 4, yəni buradan 2 çıxır. 2 12-yə vurulanda 24 eləyir. Kök altında ifadələrin dərəcəsi eynidirsə, vurma və bölmə mümkündür. Toplama çıxma mümkündür. Yəni 13-ü də 2-yə vururuq. Kök altda 26 bölünsün 24 alırıq. Bu da A variantı etməkdədir. 13-cü sualla davam edirik əziz şagirdlər. 13-cü sual. Baxın, kök altda 3 çıxılsın, 2 bölünsün. Kök altda 3 çıxılsın, 1 bölünsün, kök altda 3. Nə edirəm? Birinci işim aşağıda ortaq məxrəc gətirməkdir. Vururam bura. Kök altda 3, kök altda 3-ə 3, çıx 1, bərabərdir. İkinci işim, bu 2 böl kök altda 3-ə bu bölmədir da. Bölürəmsə tərsinə vurulur. Yəni kök altda 3 yuxarı qalxır, surətdəki düşür aşağı. Bu ikilər gedir. Qalır kök altda 3, çıx kök altda 3. Təbii ki, bu da bizə 0 verməkdədir. Keçirik 14-cü suala. Əziz şagirdlər, burada misala keçməmişdən qabaq bir şey demək istəyirəm. A üstə gəl 2 kök altda B. Baxın, belə bir qaydamız var ki, əgər bu B hasil, bu da M ilə N-in cəmidirsə, o zaman sən bunu kök altda M, təbii ki, burada minus da ola bilər, plus minus kök altda N-in mötərizə kvadratı yaza bilərsən. Bu nə deməkdir? Baxın, burada çox rahatdır. 2 kök altda 3. Baxan kimi görürsən ki, bu 3 vur 1 hasilidir. Bu da 3 ilə 1-in cəmidir. Burada isə 7 çıx 4-ü 2 vur 2 yazıram. O 2-ni kökün altına atıram. Bax, 2 vur 2 yazıram. Bu 2-ni də kökə atanda 12 eləyir də. Çünki 2 4 eləyir. 3-ə vurulanda 12. Bu da bilirsiniz ki, 6 vur 2-dir. Bizə dəqiqə. 4 vur 3'dür. Burada da 4 üstə gəl 3'dür. Yəni 2 ədədin hasili burada. Bir dənə bura 2 olmalıdır. Beynəm salı. Hasili, 2 ədədin hasili və 2 ədədin cəmi. Demək istədiyim ondan ibarətdir ki, deməli bu kök altda 3 üstə gəl 1-in mötərizə kvadratı olur. Baxın, qıraqda açıram. Birincinin kvadratı üstə gəl. Hasilinin 2 misli, üstə gəl ikinci 1-in kvadratı. Bunları da toplayanda 4 üstə gəl 2 kök altda 3. Görürsünüz? Yəni mötərizə kvadratını bu şəkildə açıblar. Burada isə çıxma olduğuna görə bunu da kök altda 4 çıx kök altda 3-ün kvadratı. Böyüyü birinci yazıram ki, çünki burada modulun çıxardacaq da müsbət olsun. Bunu da açanda birincinin kvadratı 4. Hasilinin 2 misli 2 kök altda 12. Üstə gəl ikincinin kvadratı. Baxın, 7 çıx 2 kök altda 12, yəni 4 kök altda 3. O zaman biz nə edəcəyik? Kvadrat kök aparacaq, modulu çıxacaq. Kvadrat kök aparacaq, modulu çıxacaq. Yəni siz bunların yerini dəyişik yazsanız belə işarə baxımından modulun çıxardanda cavab düzələcək. Modulların içi müsbət olduğuna görə özü çıxır. Buradan da özü çıxır. Kök altda 3'lər plus minus gedir. Kök altda 4'dən 2 çıxır. Ona görə düzgün cavab eləyir. 14'də düzgün cavab A variantı etməkdədir. 15'ə baxırıq. Sonuncu bir sual.
Qəşəng misaldır. Bu tipli misallarda ən kiçiyi mötərizə xaricdən çıxardır. Bilirsiniz ki, mənfi ədədlərdə mənfi 12, mənfi 6-dan kiçikdir. O zaman burada qalır 3 üstü 6. Çünki mənfi 12 ilə 6-nı toplayanda, vurub açanda mənfi 6 eləyir. Üstə gəl. Burada qalır 3 üstü 4. Mənfi 12-ni 4-ü toplayanda mənfi 8. Burada olacaq 3 üstü 2. Mənfi 10 eləsin deyə. Bunları vurub açanda qüvvətlər toplandır axı. Özünü çıxartmışam 1. Aşağıda ən kiçik 3 üstü mənfi 8-dir. Onda 3 üstü mənfi 8-i çıxartmışamsa 1. Üstə gəl. 3 üstü 2 olacaq. Çünki mənfi 8-dən 2 toplananda mənfi 6. Sonra 3 üstü 4 olacaq. Mənfi 8-dən 4 toplananda 3 üstü 4. Üstə gəl 3 üstü 6 olacaq ki, 3 üstü 6 nə eləyəcək? Mənfi 8-dən toplananda 6, mənfi 2 eləsin. İndi uşaqlar, bununla bu eyni şeydir. Toplananların yeri dəyişib. Yəni, cavab olaraq 3 üstü mənfi 12 bölünsün 3 üstü mənfi 8 qalır. Biz də bilirik, əsaslar eynidir deyə bölmə zamanı məxrəcdəkinin qüvvəti ilə çıxırıq. Bu da eləyəcək 3 üstü mənfi 12 çıxa dəyəndə üstə gəl 8. Bu eləyəcək 3 üstü mənfi 4. Bu da 3 üstü 4 olur məxrəcdə. Yəni, 1 bölünsün 81. Düzgün cavab 81-də 1 etməkdədir. Əziz və dəyərli 9-cu siniflər, növbəti videolarda görüşənə qədər Allah'a əmanət olun.